Adam var ki, misal üçün, kuş nə qədər dəyərli oldu. Mesela etibarlı. Tapır. Adam var ki, yarım orada görsədirsən deyir, görmür. Ben özüm çok değerli tapa bildim. Vaxt olubdu, bizim əydə həcid olubdu. Vinokla baxıbla tapmaya olmuyor kuşları. Mən ama belə 2 dəfə qoşum qaldırsaydım, necə dərin olsaydı tapırdım. Ama bir de var ki, həmis bağlanıb durur. Bu dərin kirişur gelməsə, təkrar, kuşun saati olmaz. Bəli, bizdən çox adam razılaşmır o sözlə, amma bəli, Bu bizdə. deyirlər ki, yox, kuş göz qabağında. Göz qabağında olan kuşun elə saati də elə göz qabağında. Az olsa da bazı 45 tane. Yəni, Adam var ki, heç ələnçinə kuş səxlənir. mən də, yəni, Mən yarın ələnçinə almışam, kuş saatını bəyənmirəm. Gəlir, qeydir, sonra gör ki, 3 saat, 4 saat yanıb gözləyir. Xeyrat, çıxmış havadan gəl 3 günədir. Nə var mənə göstərirsən özünü? Çalışın, yaxşısını bəxtləyəcək. Yaxşısını seçin səxləyin. Deyirəm də 60 gündür mən səxləyirəm. Demirəm 3-4 saat uçurlardı. Yenə hələ deyirəm ki, yaxşısı olsun. Düzdür, indi 3-cüdür, 4-cüdür kuşbazlıq da eləyəmirəm. Canım kağırıyır. Allah sana Biz görək bu ilə ağlamaz.